Salam. Bura Kəlan kəndi, Kəleybərin yaxınlığında bir kənddir. Bu kəndin bu yoludur ki, vaqəən musibətdir. Bəd az 40 il bu yol hələdir də var, bu cürdür 40 il 50 ilin yoludur. Vaqəən məsulin idarə-i rah gərək xəcalət çəkələ bu yolda. Vaxtı dəm az mühacirətə məkus vurulur. Ya deyirlər mühacirət eləməsinlər. Bir nəfərin mərizi olsa bura ambulans gəlmir. Ajans gəlmir. Bu yolunun vəziyyətidir. Bəd az 2 il bundan qabaq biz lülə keşiyə qaz eləmişik. Hələ də qazımızdan xəbər yoxdur. Belə dəm vurmasınlar ki, kətlərə yetişirik, neyinirik. Bu bizim yolumuzdur. Vaqəən adam şərm edir ki, bir qonağı gələndə ya, bir nəfər burada noxuş deyəndə utanır ki, neynəsin burada. Kətdilər əzabdadırlar, heç bir məsulü yetişmir. Şura barha gedib idarə-i raha, barha gedib ustandariyə, fərmandariyə. Bunta yoxdur. O qulaq ki, eşidə yoxdur. O göz ki, gərək görə yoxdur. O məsul gərək bir dəfə olmuş olsa bu kəndə bir gələ, görək ki, bu kəndin vəziyyəti nə mənədir. Bir məsul ki, miz dalısında oturub şası buləndilən Kəleybərin xiyabanında viraj edir, o heç vaxt bu kəndinin dərdin ləms eləyə bilməz. Məgərin ki, özü gəlsin, yaxından bunları görsün. Vaqəən utanmalıdır, vaqəən utanmalı bir işdir. Ki, məsul olasan, amma bir iş görməyəsən. Bir dənə yağış yağsa da burada heç kəs qadir də hərəkət eləyər.